oynaq ağrılarından çox insanlar narahat. Bax, diz ağrılarından, istənilən oynaq ağrılarından və xüsusilə də onurğa sütununda olan yırtıqdan, sinir sıxılmasından insanlarımızın olduqca böyük bir hissəsinin şikayəti var. Mütləq mənada onun qarşısı bircə şey deyim ki, bax, bu onurğa sütununda və yaxud da dizdə həmişə hər zaman vətərin, onurğa sütununda olan o fəqərələrin qidalanması üçün nə lazım olursa, yəni ona birbaşa damar getmir ki, oradan qidalansın. Hərəkətlə, vakuum sistemindən, hərəkət eləndə, idman eləndə o nə olur? Orada artıq ora həm limfa, həm qan, yəni onu qidalandıran vasitələr gəlirlər. Ona görə də mütləq mənada idmanla məşğul olmaq, idman hərəkətləri eləmək lazımdır. Boyun hərəkətləri, oturub diz hərəkətləri, müxtəlif idman hərəkətləri var. Yəni onun haqqında da istəsəniz mən məlumat verərəm.